Yadınızdadır, mən dedim ki, insan Allahı zikr eləməlidir, Allahı yad eləməlidir və dedik təkrar Allahı zikr eləməlidir insan. Xatırlayırsınız keçən dəfə. Təkrar necə zikr eləyir insan Allahı? Namazda. Namazın ən əsas zikri hansıdır? Allahu Ekber. Namazın ən əsas zikridir. Namazda hansı zikri yadından çıxartsa onun bir əlacı var. Amma təkbirətül ehram, niyyətdən sonraki təkbir deyirsən, o təkbir səhvən də yaddan çıxsa namaz batildir. Rüknüdür namazın rüknüdür. Deməli, hər gün Allahın əkbər sifətini yad eləməyimiz lazım. Əkbər nədir? Yəni ən böyük. Hər gün təkbir deməliyik. Allahın ən böyük sifəti, yəni Allahu Ekber, yəni Allah ən böyükdür. Niyə Allahın böyüklüyünü tez-tez yadımıza salmalıyıq hər gün? Çünki bunun bizim ruhumuzda ən çox tərbiyəvi əhəmiyyəti var. Daxil olan kimi deyirsən Allahu Ekber. Rüküyə gedirsən deyirsən Subhanə Rabbiyəl azimi və bihamdih. Mənim Rəbbim əzəmətlidir. Səcdəyə gedirsən deyirsən Subhanə Rabbiyəl ə'la və bihamdih. Mənim Rəbbim ucadır. Görürsən, söhbət ancaq böyüklükdən gedir. Namazı bütün təhlil eləyəsən başdan ayağa. O birinci dediyin Allahu Ekber ki var, səcdə onun bədənində olan təsiridir, cismində olan təsiridir, ruhunda olan təsiridir. Yəni o böyüdür ki, mən onun qabağında kiçilirəm. Allahın böyüklüyünü yad eləmək. Üzvü böyük Allahın qabağında torpağa qoysun. Niyə demirik Allahu Rəhman namaza başlayanda? Niyə demirik Allahu Rəhim namaza başlayanda? Çünki namaz bizə bunu aşılayır, sözümün qısası. Ki sən böyük bir Allahla görüşsün gəlmirsən dünyaya. Və o böyük olan Allahla görüşmək üçün sən də böyüməlisən. Gərək mütənasib olasan. O böyüdü, sən də gərək böyüyəsən. Və onun yanında böyümək üçün, ruhun böyüməsi üçün yol onun qabağında kiçilməkdir. Namaz budur. Onun qabağında kiçilməlisən ki, böyüklük əldə eləyəsən. Yaradılışın fəlsəfəsi, bu dünyada biz yaşayırıq, ruhumuzu böyüdək ki, o əzəmətdə Allahla görüşək. Və o böyüklüyün də yolu kiçilməkdən keçir. Əziyyətlərin fəlsəfəsi hamısı budur. Neyniyək ki, bizim ruhumuz əziyyətdən başqa bir şeylə böyümür. Ancaq çətinliklərlə böyüyür. Xanım Fatimə Zəhra buyurur ki, Allah namazı ona görə vacib buyurdu ki, bəndələrini təkəbbürdən uzaqlaşdırsın. Yəni nə? Yəni Allahın qabağında kiçilmədən insan böyüyə bilməz. Başqa cür böyüklük iddiası eləsə, o təkəbbürə aparıb çıxardacaq onu. Peyğəmbər buyurur ki, soruşdular Peyğəmbərdən ki, ya Rasulallah, Meyraca gedəndə nə gördün? Ən axır mənzildə nə gördün? Yolda cənnəti göstərdilər sənə, cəhənnəmi gördü. Peyğəmbər buyurur ki, cənnəti, cəhənnəmi gördü, müxtəlif aləmləri gördü, mələklərin aləmini. Axırda, axır nöqtədə ki, qalxdın, orada nə gördün? Peyğəmbər buyurdu ki, axır məqamda Allah öz əzəmətindən nə qədər ki istədi mənə göstərdi. Niyə axır mənzildə əzəmət? Çünki hər şey bu əzəmətin içindədir. İnsan gərək o əzəməti dərk eləsin ki, özdə böyüyə bilsin. O əzəmətin qabağında kiçilmədən insan böyüyə bilməz. Allahu Əkbəri deyir, çox təkrar elə ki, sən əzəmətdə Allahla görüşəcəksən. Ona görə onun müqabilində böyük ruha malik olmalısan. Niyə görə bizə bu qədər deyiblər, heç kəsin qabağında kiçilməyin? Çünki cinayətdir. İnsan böyük olmaq üçün yaranır. Ona görə kiminsə qabağında boynu bükməyin yol verilməzdi. Hüseyin razı oldu ki, canından keçsin, amma başından keçdi, amma qoymadı ki, bir zərrə qədər böyüklüyündən azalsın. Çünki böyüklük müqəddəsdir insan üçün. Heyhat minnə zillə dedi, dayandı. Dedi, mən zəlilliklə o zalıma beyyət eləməyəcəm. Mən zillət əlimi ona uzatmayacam. Niyə görə bu qədər cinayət sayılır? Buyurur ki, qiyamət günündə zalimlar hara gedəcək, onlara boyun büküb, onların qabağında dayanan məzlumlar da onlarla eyni cərgədə dayanacaqlar. Quranda var ki, hər ikisinə 2 qat əzab veriləcək. Çünki sən insan böyük olmaq üçün yaranmışdın. Bu yaradılışın hədəfi idi. Sən bu hədəfi alt üst elədin. Bu hədəfə, məqsədə qarşı çıxdın. Ona görə deyir, hər şeyi xərcdə izzətindən bir iynənin ucu qədər verməyə haqqın yoxdur. Çünki izzət müqəddəsdir. Sən böyük bir varlıqsan, əzəmətli bir varlıqsan.
Ona görə də Allahla görüşə hazırlaşmağımız üçün biz böyüməliyik və bütün ibadətlər, yaxşılıqlar hamısı böyüklük əlamətidir. Namaz niyə insanın böyüklüyünün əlamətidir? Yəni nə? Dayanır indi, Maliki yevmiddin, din gününün sahibi. Qiyamət nə zamandır bu indi? Ruh gedir, indidən gedir qiyamətə çıxır. Yəni zamanı əhatə eləyir. Zamanın fövqündədir. Bir cavan oğlan indidən ölüm gününü xatırlayırsa, deməli ruhu indidən çəkdi apardı axır günə qədər. Ona görə deyir ölümü gündə xatırlayın. Ölümü xatırlamaq böyüklük əlamətidir. Ona görə deyir çox adamı sevin. Ancaq özünü sevirsənsə bu boydasan. Ailəyi sevirsənsə bir qədər böyüdün. Milləti sevirsənsə biraz böyüdün. Bütün insanları sevirsənsə ruhun bütün insanları əhatə eləyir. Və bu təəccüblü gəlməsin. Mən çox demişəm ki, bir günahkar görüb oturub hönkür-hönkür ağlayan ariflərin həyatından oxumuşam mən. Bir nəfər günah üstündə görəndə keçib əyləşib bir tərəfdə elə bil ki, ən əziz adamını itirib elə ağlayır. Bu məsumlardan danışmıram. Bizim kimi insanlar olub o qədər böyüyüblər ki, başqa insanların məhəbbəti ürəyində olur. O da əziyyətə salır adamı. Amma əziyyətsiz böyüklük mümkün deyil. Ona görə Allah Peyğəmbərini tərifləyəndə deyir, İnnəkə lə'alə xuluqin əzim. Həqiqətən sən böyük insansan, böyük əxlaqa sahibsin. Bütün yaxşılıqların hamısının tərcüməsi böyüklükdir. Böyüklüyə çatmaqla olur. Sözün qısası, biz insanlar böyük olan Allahla görüşə hazırlanmaq üçün bu dünyaya gəlmişik. Burada biz böyüyüb ora getməliyik. Bizim böyüməyimiz üçün hər an, hər dəqiqə biz çətinliklər içindəyik, sınaqlar içindəyik və bunu özümüzü hazır eləməliyik. Uşağa niyə deyir ədəb öyrət 7 yaşından? Diqqət eləmişsiniz, tərbiyə çox mühümdür. Ona görə mən çox vurğulamaq istəyirəm. 7 yaşdan o yana ədəb nə deməkdir? Ədəb yəni budur ki, ürəyin istəyən kimi oturmayacaqsan. Necə oturmaq lazımdır elə oturasan. Kaş məktəblər təhsildən çox uşaqlarımıza ədəb öyrətsin. Birinci ailə, ikinci də məktəblər. Uşağa ki deyirsən belə oturmalısan, yəni ürəyin istəyən kimi oturmayacaqsan, çətinliyə sal özünü. Məsələn, uşağa deyirlər, uşaqlıqdan yaxşı xətlə yazmağı öyrət. Nə deməkdir, bunun hikməti nədir? Niyə xətdən danışır din? Xət nə qədər önəmli məsələdir. Bir önəmliliyi nədədir? Bir var ürəyim istəyən kimi yazıram. Bir var barmağımı əziyyətə salacam, onu səliqə ilə yazacam. Əziyyət var deyə qiymətlidir. İçində əziyyət var. Ona görə Sovet vaxtında var idi, indi bilmirəm. Uşaqların xəttinə də fikir verirdilər. Bu ədəb qaydaları, ədəb qayda qanunları nə üçündür? Çünki uşaq uşaqlığından 7 yaşından sonra artıq çətinliklərə düşməyə özünü alışdırsın. Çünki həyat başdan başa çətinlik olacaq və rahatlıqlar da elə bunun üçündür ki, əslində hərdən biz dincəlirik də, bir bağımız olsun, gedək bağda oturaq. Hədislərdə də var ki, imkanınız olsa bir bağ alın, gedin bağda dincəlin. Əslində o dincəlməyin fəlsəfəsi nədir? Əslində diqqətlə baxsaq görərik, fəlsəfə çətinlikdir. Bu dincəlmək güc alıb təzədən meydana gəlmək üçün. Bəzən biz elə bilirik ki, biz rahat olmalıyıq, hərdən də sıxıntıya düşməliyik. Xeyr. Əsas fəlsəfə sıxıntıdır. Amma elə bil ki, bir adam yarışır biri ilə, arada oturur, nəfəsini çəkir, nəfəsini dərir ki, güclənsin, yarışı davam eləsin. O döyüşlər arasında dincəlməyə vaxt verirlər. Bax, bizim xoşluqlarımız həyatda onun üçündür. Həyatda hərdən deyirlər, gedin, gəzin, dincəlin, hərdən bir. Biz amma istəyirik bütün günü gəzək, dincələk, hərdən bir çətinlik olanda deyil, bunu niyə verdin mənə? Amma başa düşürük ki, bütün fəzilətlər, xeyirlər bu çətinliklərin içindədir. Rahatlıqlar əslində çətinliklər üçün güc toplamağa görədir. Ona görə biz bəzən rahatlıq da dadmalıyıq. Dua eləyəndə deməyək, ilahi məni çətinliyə salma. Bax, bu duaları yadda saxlayın və bu duaları tez-tez eləyin. Deyin, ilahi, mənim öhdəsindən gəlmədiyim çətinliklə imtihana çəkmə. Belə dua eləyin. Və ikinci bundan da yaxşı dua budur ki, mənim tutumumu o qədər geniş elə ki, bütün ağır imtihanlarımın qabağında dayana bilim. Bu daha gözəl duadır. Birinci dua budur ki, tutumumdan çox ağır imtihanla məni imtihana çəkmə. İkinci duada budur ki, ruhumun tutumunu o qədər genişləndir ki, ən ağır sınaqlar məni sarsıtmasın. Sınaqlarımın müqabilində dayana bilim, möhkəm dayana bilim.